Qabil əxlaqsızdır üçün əsas olan erməni ağalarına yaltaqlanmaqdır. O bunun üçün hər cür həyasızlığa əl atmaqdan çəkinmir. Bu mən başa düşürəm, bu kimdir? Vəki, Qabil əxlaqsızı üçün əsas olan erməni ağalarına yaltaqlanmaq. Yəni mənim erməni ağalarım var imiş. Bu yazıb bu. Fidandır, şitildir, fidandır, nə daş şey başıdır. Bana görsənə, o bunun üçün hər cür həyasızlığa əl atmaqdan çəkinmir. Mən başa düşə bilmirəm. Mənim erməni ağam var idisə, elə erməni tərifləyərdim də. Mənim erməni ağam var idisə, bizə və erməni mətbuatı Avropada ən güclü mətbuatdır. Bir dəfə məni çıxardardılar da mətbuata. Bir dənə mənə dəstək verərdilər də. Mən erməni dəstəkləyirəmsə, oradan pul alıramsa, bir dəfə erməni ilə irəli deyərdim, bir erməninin təbliğadım. Bir dənə biz tərifləyirik hər zaman Paşinyanı demokratik olduğuna görə. Rusiyaya boyun əymədiyinə görə. Avropaya tərəf meyilləndiyinə görə biz Paşinyanı həmişə sevirik. Üstəlik də Sarkisyan, Kaçaryan olsaydı erməniləri o torpaqdan çıxmayacaqdı. Yəni o torpaqları verməyəcəkdilər. Heç olmasa Rusiyanın dəstəyi ilə, onlar Rusiyanın köpəyi idi. Rusiyanın dəstəyi ilə, Rusiyanın Paşinyana qəzəbindən dolayı Qarabağda, Azərbaycanda ermənilərdən təmizlənsə də Rusiyanın himayəsi altına keçdi. Bu saat Putin icazə vermir orada bir dənə toyuq cücəsi saxlamağa. Bu saat orada Putin icazə vermir. Berlində, Londonda, binanın başında hər yerdə saxlamaq olar da heyvan, toyuq, cücə. Amma Qarabağda olmaz. Yəni bu adam danışır burada. Yəni belə trolldür da, aydın məsələdir. Vaxt var idi, Qabilin başına ermənilər pul qoyurdu. İndi, dəyərli həmvətənlərim, indi Qabilin başına Bakıdakı ermənilər pul qoyubdu İlham Əliyev.